Salam dostlar, kanalıma videoma xoş gəlmisiniz. Bugün sizlə həftə sonu vlog çəkəcəyik, yəni bazar günü vlog. Uzun müddətdir kanalımda heç bir video yox idi. Səbəb də odur ki, mənim səsim batmış, biraz da xəstələnmişdim. Və nəsə bir vaxta uyğunlaşdıramırdım. Yeni il vaxtı video çəkmişdim, yəni 31 dekabrdan 1 yanvar. Amma orada heç yaxşı alınmıyor video. Səsim falan da batıq idi, heç xoşuma gəlmədi. Məncə sizin ürəyi sıxılacaqdı, yəni səs falan yoxdur. Ancaq arxada mahnı fon olsa, məncə ürəyi sıxılam. Üstdən də səsləndirmək çox da sevmirəm mən. Ona görə də yəni o videoları atmayacağam. Arxadan gələcək. Üzr. Bir dəqiqə. Yəni buna görə də yox idim uzun müddət. İndi deyirəm, mənə əsəbləşməmişsinizdir. İndi bugün həftə sonu bilirsiniz. Ona görə də dərshanə gedəcəm. Həmçində gələn həftə də imtahanım var. Onda eləməliyəm. Fevralda da başqa bir imtahanım var. Ona görə bu aylar ərzində çox imtahanlarım var. Həm təkmilləşdirmədə düşdüm məktəbdə dekabr ayında. Ona görə çox viza gəlmədim. Arxadan yazsan çox üzr istəyirəm. Nəysə, səhərdir mən təzə durmuşam. İndi yerim falan yığışdıracağam. Daha doğrusu desəm pastel dəyişdirəcəm. Çünki həftə sonunda, ona görə də pastel falan çıxaracağım. Sonra da ki, bilməm nə qararıq. Gedişata görə baxacaq. Bir də çantamı yığacaq. Sonra dərslərə başlaya bilərəm, amma heç bilmirəm, dərs var, yoxsa yoxdur. Siz yenə başlayaq. Qayda falan yazacağam. Əslində yazma biri ondan əlinirəm. O da, evet, yadınız. Nəysə də, yəni qayda yazıb da qısacası, elə deyim. Uzun da kameranın qarşısında deyiləm deyə, belə tənəffüsləri falan dəyişmir. Tənəffüs. Hər nə desəm? Yox. Bu hara qoyacağım? Dərsi belə yazdım, buradan başlayıb 2 dənə fəaliyyət idi. Onların ikisini də yazdım, bitirdim. İndi qaydaya keçəcəm. Şimdi qaydaya keçəcəm və bu iş dəftərini işləməliyəm. Ona görə də əvvəlcə iş dəftərinə baxaq, sonra. Belə çevirəcəm və mövzumuz budur. 2 dəqiqəsin dərsi olur da. Bəli, belə. İndi bunu işləyəcəm. Səhifədir. İndi işləyəcəm bura və bura. İndi başlayıram. Mən bunu da elədim, burada belə 3 səhifə boyunca. İndi əslində qayda yazacağam. Onu da çəkəməyəcəm təsvir üçün telefonuna yazacağam qaydanı. Qaydan sonra görüşəlim. Mən dərslərini falan bitirdim. Uzun bir vlog çəkmirdim deyə, yəni aldığım heç bir şeyi sizə göstərməmişim. Ona görə bu vlogda bir yerdə sizə göstərəcəm. İlk olaraq Temudan aldıqlarımı göstərim. Biri belə bir qulaqçıqdır. Mənim qulaqçığım var idi. Göstərim indi sizə. Bu qulaqçığım təəssüf ki, qırıldı. Qırılması səbəbi də balaca qardaşım elə oynatdı ki, yəni qırılması səbəb oldu. Bir də ki, tripod almışam, onu da göstərim. Bir də belə bir tripod almışam. Çünki bilirsiniz ki, bir də mən bundan sifariş eləmişdim. O qırıq gəlmişdi. Hətta indi bunu videonu çəkmirəm, bilmirəm. Amma bir yerdə buna bir çəkim bir də. Belə, əslində məncə qəşəngdir. Videoları izləyə belə başlamışdım. Nəysə, Temudan aldıqlarım bunlardır deyə xatırlayıram. Bir də başqa aldığım da var, onu da göstərim. Bir də belə bir şey almışam. Bunu hər yerdə görürdüm. Əslində onu nəfəs almaq istəyirdim. Amma getdiyim yerdə nəfəs almam bitmişdi. Ona görə də nəfəs almışam. Bilməm, o çox tatlıdır. Mən belə mişqaları falan çox sevirəm. Bir də stitchli var. İstəsi də almaq istəyirəm. Onu da alanda sizə göstərərəm. Başqa çox aldığım şey var. Hətta belə bir dənə də göstərim. Baxın. Belə deyə çarım da almışam. Amma bunu yəni heç birdən sifariş falan eləmədən almışam. Ona görə də yəni yoxdur. Sonra bir də bu şey almışdım. Bu sizdə yəqin ki nədir? Bu telefon kablo qoruyucusudur. Amma mən telefonumun kablo qoruyucusunadır. Zaryadka qoruyucusu. Zaryadka qoruyucusuna bunun başı olmadı. Yəni, balaca taxanda çox balaca qaldı.
böyük taxanda da yəni balaca oldu da. Mən cümlə algım gedib. Balacanı qoyanda bunun üçün böyük oldu, yəni balaca üçün böyük oldu. Böyüyünü qoyanda bunun üçün balaca oldu. Başa düşmüşsünüz? Amma bu hamısı taxılır. Baxın bu. Amma bu olmayandan sonra mən sadə görsən, ona görə heç mən taxmadım. Həmçinin də bu zərgə taxanda əli biraz incidir, ona görə də taxmadım. Belə, yəni video çəkmədikcə çox bir şeylər almamışam aslında, amma dedim ki, göstərdim belə. Həm video çox sıxıcı olmasın sizin üçün, həmçində ki, yəni göstərim də sizə. Mən xoşuma gəlir belə videolar izləmək, bəlkə sizin də xoşunuza gəlirdi. İndi Temudan bir kargo vurmaq istəyirəm. O ajandalar olur. Ajanda eləmək istəyirəm. Həm çıxartdıracağım şəkil, həm də ki, stiker falan vurmaq istəyirəm. Ona görə də bir yerdə indi onlara baxacağam. Yəqin ki, bugün ya da sabah vuraram. Dəftər baxacağım. Bir də 2-3 dənə stiker, yəni. 2-3 patikadı ilə necə ilə stiker alacağım. Yəni, belə indi gedib onlara baxım, gəlim. Hətta sizinlə bəlkə bir yerdə baxaq. Konter açılsa, konter biraz gecə açılır. Arada yəni açılmamağı tutur. Bilməm niyə. Əgər konter açılsa, olar ki, konterdəydi. Düz yaratsam. İndi açılmasını gözləyirük. Konter açılana qədər. Dərslər falan hamısı, yəni bir dənə öyrənmə qaldı deyəsən. Yox, heç öyrənmə var ya da yoxdur. Nəysə belə çox isti oldu dərəcədə. Bu arada birazdan mağazaya gedə bilərəm. Mesela bugün mən burası bir dizi tapmışdım. O diziyi izləmək istəyirəm. Əgər yəni olsa izləyəcəm, olmasa da izləməyəcəm. Nəysə, çox uzatmayayım. İndi kompüter açılsın. Biraz temdə falan gəzinəcəm. Ondan sonra da görüşərik. Yəni. Aha dostlar, mən deməli biraz bir şeylərə baxdım. Amma sizə sürpriz olacaq. Yəni gəldən sonra görəcəksiniz. Biraz kamera titrəyə bilər, çünki nəsə qorxuram ki, düşəcək yer, ona görə belə çox bərk tutmuşam və kamerada titrəyir. Hər nəysə, indi belə hələ gedəcəyim bir şeyim yoxdur. Dedim kimi çöl çıxacağam. Ona görə də çöldə görürəm. İndi biz mağazaya gəlmişik. Bugün şunu alacağım, ona görə bir şeylər alacağım. Belə sufle eləmişdik. Onu çəkməmişəm video açsın. Eləməyim falan, amma bura tarifini qoyaram eləmək istəyənlər üçün. Qarqım gəlib, o götürməyə gedirik. Əyətən az olduğu üçün ışığı falan aça bilmirəm. Çünki üçdür. Tez şəkildə gedib götürdüm, defaktodan. Belə. Dostlar, indi açadım. Ümid edirəm, arxadan səslər falan gəlmirdi. Çünki hər an evə kəs gəlirlər. Belə. Biraz nəsə gözümə böyük görsəndi. Ataq görək. Ya da bəlkə kutuqat deyə belə görsəndi. Tam olaraq bilmirəm. Mənə o lazımdır ki, yəni uzun olmasın. Uzunluğunu çox xoşlamıram da. Ya Allah. Çox böyük görsəndi mənim gözümə bu. Biz edirəm belə deyildi. Bir də qısa olsun, xahiş edirəm. Ya Allah. Belə bir şeydir. Uzun görsənirsə gözümə. Şimdi bunu izləyim. Kameraya qoyduğum yeri yəni heç təsəvvür belə edirəm artıq. Tripoda qoymağa ərindiyim. Bu arada defaktodandır. Şeydən də görmüşsünüzdür. Uzunluğu tam istədiyim kimidir. Yəni biraz çökmüş. Belə deyilir. Gözümə. Dostlar belədir. Məncə qəşəngdir. Rəngi falan çox xoşuma gəldi. Yəni qabağını da bağlı. Baxın belə, mən bəyəndim, əslində o qədər də pis deyil, yəni. Bir də ki, isti saxlanması lazımdır. O biri qurtqanın dəyişmənin səbəbi çox isti saxlamırdı. Donurdum ona görə. Belə, rəngi çox qəşəngdir.